Azad çək qardaşım. Evə bax bir dənə. Yaş 3 sotun içində paket kupsalı. Bir də evimizin sol tərəfini çək qardaşım. Görürsən orada kombi otağı var. Evimiz yerdən 6 daş kürsüdədir. Sol tərəfində evimizin görürsünüz yaşıllıq zonası salmaq üçün yer saxlanılıb. İstəyən adam hovuz da tikə bilər orada. Evimizin kombisi, hamı aksesuarlar, mətbəx mebeli, hər bir şeyi var. Ev çox gözəl keyfiyyətlə, binövrəsi, kəməri, betonla, qoşadaşla inşa olunan evdir. Görürsünüz, giriş qapısını göstərirsə, həyətində bir 4 dənə rahat maşın daxil olur. Qalxaq bir dənə yuxarı, otaqlarla da sizi tanış edək inşallah. Həqiqətən çox gözəl dizayn verilib bu evə. Evimiz də çox keyfiyyətli evdir. Döşəməmiz laminatdır. Dəhlizimizi göstərirsə, dəhlizimiz, bax buranı çək bir dənə qardaşım, bax buranı. Girən kimi bura şkaf yığa bilərsiniz, dolab, yəni paltar asmaq üçün. Sol tərəfdə yerləşir bizim mətbəx otağımız. Mətbəx mebelimiz yığılıb, radiatorlara hazır, kombisi qoyulub. Girək yataq otağı var. Bax, solda bir yataq otağımızdır. Bu uşaq yataq otağıdır. Əziz izləyicilərimiz, otaqlarımızın pəncərəsi də hamısı işıqlıdır, yəni divara söykənməyib otaqlarımız. Görürsünüz, bu digər yataq otağımızdır. Bir dənə burası yataq otağını göstərir, 3-cü yataq otağımız. Gördünüz? Bir dənə hamam otağını göstərir. Hamam otağımızda bütün aksesuarlarımız yığılıb. Moydadırına kimi var, piyanina, duşumuz. Hamam otağımız stipol, asma tavanı. Buradakı qonaq otağımızdır. Qonaq otağımızın bir dənə genişliyini çək göstərginə bizim izləyiciləri görsünlər. Görürsən, TV stendi. Həqiqətən bu ev çox gözəl dizayn olunub. Qiymətimiz 95 min manatdır. Sənədimiz paket kupsadır, əziz izləyicilərimiz. Yerləşmə yerdə Maşdağada, mərkəzdə, Vağzal deyilən ərazidən Albalıya gedən yolun üstündə. 186 nömrəli marşrut yolunun üstündədir, əziz izləyicilərimiz. Qiymətimiz 95 min. Real alıcıya bizim izləyicilərə qəşəng endirim olunacaq. Videonu bura kimi izlədinizsə, zəhmət olmuş orada bir dənə like basın. Bu bizim üçün çox önəmlidir. Bir də səhifəmizə, kanalımıza abunə olun. Bu günə bu qədər. Çox sağ olun, minnətdarım.